Sükanı bir dövrə çeviririk sağa, yəni bir kruq. Hələ olmayıb, çevirək. Mən başa düşə bilmirəm bunu. Bax qızım, qaytar yerinə sükanı. Bax, Nissan yazısı oxunur, düzdürmü? Bəli. Sükanın bax, böyük boşluq üstə düşür, kiçik boşluqlar alt qismə düşür, düzdürmü? Bəli. Belə hesab elə ki, saat 12-dir. Sükanı çevirirsən bir dövrə dediyimiz, yəni çevirib təzədən saat 12-də saxlayırıq. Eyni vəziyyətdə dayandırırıq. Ay sağ ol. Bax oldu bu Elə. bir dövrə, bəli. İndi bir dövrə sola çevir. Əhsən. Bax bir dövrə budur. İndi sənin anlamadığın nədir? Təkərlərin düzləşməsi. Yəni sükanı nə qədər sağa, nə qədər sola çevirəndə təkərlərimiz düz dayanır. Bax bunu sənə detallı şəkildə izah eləyirəm. Eləcə də sənin timsalında bu kimə aydın olmursa, onlar da baxıb maariflənsinlər. Misal olaraq, hər hansısa bir səbəbdən dolayı sükanı axıra kimi sola çevirmişik və yaxud da sağa. Çevir sükanı sola axıra qədər. Dirənənə qədər çevir. Rahat ol. Bundan artıq getmir ki. İndi təkərlərin düzləşməsi üçün axıra qədər, yəni sola çevirmişiksə, 2 dəfə düzləşdiririk sükanı. Bir də çevir. 2. İndi əmin ola bilərsən ki, avtomobilin təkərləri düzdür. Yəni təkərlərin düz olub olmadığını bilmirsən də. Misal üçün indi sükan düz dayanıb. Düzdür? Bir dövrə çevir sağa. İndi də sükan düz dayanıb. Ancaq sükanın düz dayanması təkərlərin də düz olması anlamına gəlmir. Yəni sən bunu qarışdırarsan, bilməzsən, sükanı düz görərsən, elə bilərsən təkərlərin də düzdür. Düşünmədən maşın sürərsən, tərpənən kimi böyründə mane olar, dəyərsən. Təkərlərin düzləşməsi üçün sükanı axıra qədər çeviririk ya sağa, ya sola. Daha sonra 2 dəfə düzləşdiririk. Buyur, axıra qədər çevir sağa. Aha. İndi 2 dəfə əksinə qaytar. 1, 2. Yaxşı. Bu sənə dediyimi eləyirsən, ancaq məntiq olaraq anlaya bilmirsən də, düzdürmü? Yaxşı. Bunu niyə belə eləyirik, necə eləyirik? İndi bax, bunu sənə açıqlamasını verim. Axıra kimi sükanı çevir sola. Axıra qədər çevir. Axıra qədər. Gəl indi baxaq görək, bu sükanın boyu nə boydadır? Ümumilikdə neçə kruqdur? Bax indi qaytar yavaş-yavaş. Əlvi düz işdə çevir. Bax bu oldu yarım. Düzdür? Bir də qaytar yerinə. Yox, sola qaytar. O ıhını nə sürəylə demədin. Bax, düzləşənə qədər yarım olacaq. Düzdür? Çevir. Bax bu oldu yarım. Bir də çevir. Axıra kimi sağa çevir. Bu oldu 1, yarım da yadda, düzdür? Yenə çevir. Axıra kimi çevir. Bu oldu 2, yəni 2 kruq, yarım da yadda. Çevir. Bu da yarım. Yarım da yadda. Neçə oldu? 3 kruq. Deməli, soldan sağa 3 kruqdur. İndi sağdan sola say. Bu yarım. Düzdür? Aha, buyur. Bu 1, oldu 1 yarım. Aha. Bu oldu 2 kruq, yarım da yadda. Aha, buyur. Bu da oldu yarım. Oldu nə qədər? 3. 3-ün yarısı nə qədər eləyir? 1 yarım. Düzdür? Deməli, sükan sağdan sola, soldan sağa 3 kruqdur, 3 dövrədir, düzdürmü? Sən sükanı sola yaxud da sağa axıra qədər çevirmisənsə, mərkəzə gətirmək üçün onu kruq yarım geriyə qaytarmalısan. Aydın oldu? Buyur, indi qaytar kruq yarım. 1, 2. 2 dəfə düzləşdi. Aydın oldu? İndi bir də elə axıra qədər çevir harasa. Yox, çevirəndə sayma. Axırı qutardı da bu dirəndi, düzdür? İndi sükanı düzləşdir. 1, 2, 3-ə keçirsən yenə. Buyur, təzədən elə. Bax, bunu təkrarla. Sola. Hara istəyirsən, ora elə. 1. Yox, Sevinç. Döndərəndə saymırıq.
Yəni sadəcə olaraq təkərlərin düzləşməsini istəyirsən, düzdürmü? Bəli. Bunun üçün rolu axıra qədər döndərirsən, ya sola, ya sağa. Hələ düzləşmək üçün. Hələ ki döndərirsən axıra qədər. Buyur. Bu axıra qədər. Aha. Axı başaldın, getdin yenə hanım. Bax, Axıra qədər. birinci rolu axıra qədər döndər hansısa bir istiqamətə. Döndər elə də saxla. Axıra. Bax bu dirəndi, düzdür? İndi nə qədər qaytarmalısan ki, təkərlərin düz olsun? Yox, cavab ver sonra İsrail. Axıra qədər. Axıra qədər sola döndərmisən. İndi təkərlərin düzləşməsi üçün, mərkəzə gəlməsi üçün 2-də. 1, 3 yarım, 1 yarım. bir yarım, quruq yarım qaytarmalısan. Ha, Aha. Bu yarım, bəli. aha. Bu da bir, Hı. aydın oldu. Bir də təkrarla indi. Belədir. Hı. Bir yarım. Hı. Əla. İndi sağa elə təkrarla. Əla. Bax, bir də izah eləyirəm Sevinç. Bilmirsənsə təkərlərin düzdür yoxsa yox, bunun üçün sükanı axıra qədər çevirirsən ya sola, ya sağa. Sonra bir yarım qaytar. Sonra, bəli, quruq yarım əksinə qaytarsan. Yəni sükanı 2 dəfə düz vəziyyətə gətirirsən, yaxşımı? Bir dəfə də elə, bir dəfə də elə. Bir də sağa elə. Əla. Bax, bunu Nəbadə öz maşınında yaxud evdəkilərin maşınında eləyərsən. Bu sükan mexanizminə də ziyandır, təkərlərə də ziyandır. İndi bizim maşın təlim avtomobildə biz bunu bu maşında öyrənməliyik ki, öz avtomobilimizdə düzgün icra edə bilək. Aydın oldu mu sükan? Yəni bununla bağlı sənə bir qaranlıq məqam qalmadı ki? Əla.